لكن نبي نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا، من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا şerike له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bəd. Keçən dəfə 526-cı hədisdə qalmışdıq, hədisi oxuduq. Hansı ki, o İbn Məsudun hədisi buyurur ki, bir kişi bir qadına öpür və Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlir və bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verəndə Allah Subhanahu taala Hud surəsinin 114-cü ayəsini indir. Aqimus salate tarafeyn nahari və zulfan minel-leyl innal hasenati yudhibnas seyyiat. Deyir ki, günün iki başında və gecənin bir ortasında bir hissəsində namaz qıl, çünki yaxşı işlər pislikləri aparır. Və o kişi soruşur ki, ya Rasulallah, bu yalnız mənə aiddir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, xeyr, bütün ümmətim üçün. Başqa rivayətlərdə bu kişinin adı gəlib, ismuhu Ka'b ibn Amr, Əbul Yasir və yaxud da Yusur. Necə İbn Məcədə gəlib, əsabə min imra'atin mə dunəl fahişə. Yəni fahişə zinadan aşağı qadınla, yəni ki, qadınla, yəni əsabə, yəni qadınla əlaqədə olur. Fələ ədri mə bələ qayrə ənəhu dunə zina. Yəni zinadan aşağı hər şey eləyir. Və orada o rivayətdə gəlib ki, soruşur ki, ya Rasulallah, əli hədihi, deyir ki, ya Rasulallah, mənim üçündür bu ayə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, limən əxada bihə, yəni kimə aiddirsə onun üçün, yəni hamı üçün. Həmçinin Tirmizinin hədisində, rivayətində Ka'b ibn Amr qalə, ətətni imra'atun təbtə'u tamran. Deyir, mənə bizim evə bir qadın gəldi, yəni şey satırdı, xurma satırdı. Fəqultu innə fil beyti tamran ətkəbu min. Və yaxud təbtə, yəni axta və yaxud alırdı. Deyir, dedim ki, və yaxud satırdı. Dedim ki, evdə daha yaxşı xurma var və mənimlə evə girdi. Fəhvəyt iləyhə fəqabbəltuhə. Və mən deyir, onun üzərinə cumdum və onu öptüm. Fəteytu Əbə Bəkrin fəzəkərtu zəlikə lə fəqalə ustur alə nəfsik və lə tuxbir əhədən. Və bundan sonra gəldim Əbu Bakırın yanına və ona olanları xəbər verdim. Dedi ki, yəni ustur alə nəfsik, yəni özündə saxla, gizlət, heç kimə xəbər vermə və tub və tövbə et. Fəteytu Umar fəzəkərtu zəlikə ləhu fəqalə ustur alə nəfsikə və tub və lə tuxbir əhədən. Ömərin yanına gəldim deyir. Ömər də həmən şeyi dedi. Dedi ki, yəni onun özündə gizlət, heç kimə xəbər vermə, tövbə et. Fələm asbir və deyir, dözmədim. Fəteytu Rasulallah sallallahu aleyhi ve sellem və Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəldim. Fəzəkərtu zəlikə ləhu fəqalə əxləftə qaziyən fi səbilillahi fi əhlihi bimisli hədə. Allah akbar. Gəldim deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verdim. Dedi ki, Allah yolunda döyüşə çıxan qazinin ailəsinə belə bir şey mi eləmirsən? Yəni, qoyduğu sahabənin ailəsiymiş. Həttə təmənnə ən ləm yəkun əsləmə illə səə. Və deyir, hətta elə arzu etdim, kaş ki, indiyə kimi İslam'a daxil olmayaydım, yəni o dərəcədə. Həttə zannə ənəhu min əhlinnər. Və hətta zənn etdim ki, cəhənnəm əhlinnər. Və qalə ətraqa Rasulullah sallallahu aleyhi ve sellem həttə uhi iləyə. Peyğəmbər sallallahu aleyhi ve sellem bundan sonra başını aşağı saldı və ona vəhy gəldi. Əqimis salate talafeyn nəhari və zulfən minəl-leyl innəl həsənət yudhibnəs seyyiət. Gecənin, günün iki hər iki başında namaz qıl, yəni namazı doğru düzgün qıl və gecənin də bir hissəsində, çünki yaxşılıqlar, pislikləri aparır. Fəqalə bil yusur və bu kişi deyir ki, fəəteytuhu fəqala aleyyə Rasulullah sallallahu aleyhi ve sellem fəqala əshabu ya Rasulallah, əli hədə xassa əmilinnəsi əmmə, qalə bəllinnəsi əmmə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir mənə, bu ayəni oxudu və səhabələr soruşdular ki, ya Rasulallah, bu aya bu kişi üçün xastırmı, yoxsa bütün ümmət üçündür? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bütün insanlar üçündür. Allah Subhanahu taala rəhməti görün necə genişdir. Yəni bu cür ağır günahı, kimsə desə bu kiçik günahdır, yəni kiçik günahlardan deyil. Kiçik günahlardan deyil. Allah Subhanahu taala deyir ki, yaxşı əməllər nə demək? Böyük günahları da aparır. Yəni tarafeyn nəhar deyəndə günün iki başında, yəni fəcr, asır, yəni fəcrdən əsrə qədər olan namazlar nəzərdə tutulur. Həmçinin ola bilsin ki, tarafeyn nahar, zöhr və asr nəzərdə tutulsun. Çünki zöhr və asr günün son hissəsindədir. Yəni ikinci hissəsindədir. Və zulfən minəl-leyl,
Yəni gecənin bir hissəsində, yəni işa kimi. Həsəndən rivayət gəlib ki, məğrib və işə. Məğrib və işə. Buradakı ayədəki innəl həsənət, yaxşı işlər, təfsir alimləri necə təfsir ediblər? Əs-salavatul xams. Buradakı yaxşı işlər deyəndə 5 namaz nəzərdə tutulur. Yəni 5 namaz pislikləri aparar. Yəni bu ayədə məqsəd nədir? Allah Taala'nın əmr etdiyi namaz, yəni doğru düzgün möminin əda etdiyi namaz səbəbilə Allah Subhanahu taala bu namaz səbəbilə günahları bağışlayır. Fərqi yoxdur, böyük olsun ya kiçik olsun. Biz bilirik ki, burada ixtilaf var. Cümhur alimlər deyir ki, kiçik günahlar bağışlanır, böyüklər yox. Amma yəni burada bildiyimiz ixtilaf var, gələcək inşallah. Yəni bu ayə, bu hədis göstərir ki, böyük günahları da bəzi əməllər, məsələn namaz kimi əməllər böyük günahları da aparır. Və buna görə də Şeyx Albani bu hədisin şərhində buyurur ki, bu hədisin yox, Əbu Hüreyrənin hədisində o salavatul xams mə ləm tuğşəl kəbəir. 5 günahlar özündə günahlar, 5 namaz günahlar aparır, böyük günahlara girişmədiksə buyurur ki, hədəl hasr yunafil istifham at-taqriri fil hadis hal yabqa fi min daranihi şey. O digər hədis hansı ki, deyir 5 vaxtın gələcək. Kimin evində çay olarsa, gündə 5 dəfə orada çimərsə, onun çirkindən bir şey qalarmı? Hədisindəki sual, təqrir sual işarəsidir bu hədisin. Yəni bu kittunəl mələm tuğşə kəbər məsələsidir. Əgər elə sərf təfsir etsək ki, böyük günahlar istisna, onda bu hədisi sinəsindən deyir vurmuş oluruq. Onda yığılandan sonra necə ola bilər ki, deyir, kiçiklər, yəni böyüklər, kiçiklər getsin, böyüklər qalsın. Başqa hədislər də var bu babda. Lə yumkinu, Şeyx Albani sözünü davam edir ki, lə yumkin təfsiruhə bil hasr bil-məzkur. Yəni onu hasr, hansı kiçik günahlar, böyük günahlar işlənmədikcə, böyük günahlar istisna sözünlə belə biz başa düşülmüş şəkildə təfsir etmək mümkün etmir bu hədislərin olmağı. Məsələn, mən həccə fələm yarfəz və ləm yəfsuq rəcaə kəyəvmi vələdət ummu. Kim həcc edərsə, orada yəni yarfuz, yəni pis söz işlətməzsə, füsuqluq etməzsə, anasından doğulduğu gün kimi qayıdar. Yəni burada bunu başqa cür şərh eləmək olmur. Anasından doğulduğu gün, yəni nə böyük günah var idi, nə də kiçik günah var idi. Ona görə bu hədislərin belə zahirindən, yəni alimlər arasında ixtilaf var. Bəziləri deyir ki, böyük günahlar da aparır, bəziləri təfsilat verir. Hansı hədislər, hansı ləfslər gəlir ki, hamısını aparır. O əməllər, məsələn namaz kimi, həcc kimi hamısını aparır. Hansında ki, yəni o hasr gəlib ki, kiçik günahlar, böyük günahlar istisna, o əməllər deyirlər ki, o əməllər aparmır. Amma Allah alim, şeyx deyir ki, وَالَّذِي يَبْدُوا لِي وَاللّٰهُ عَلَمْ أَنَّ اللّٰهَ تَعَالَى زَادَ فِي تَفَضُّلِهِ عَلَى عِبَادِهِ. Allah Taala bu hasrı qoyandan sonra öz qullarına olan fəzilətini, lütfünü artırıb və onlardan namazı doğru düzgün qılanları bütün günahlarını bağışlamağı vəd edib. Həmçinin böyük günahlar da bura daxildir. Nə vaxt ki, əvvəl ilk öncə kiçik günahlar əməl nəzər tutulurdu, böyük günahlar istisna olunmuşdu. Lakin sonra Allah Subhanahu öz fəziləti, lütfü və cavdu, yəni lütfü ilə kiçik günah, böyük günahları da ora daxil edib. Necə ki, ayədə Allah Teala buyurur: İn tectenibu kebaira ma tunhauna anhu nukaffir anhum seyyiatikum və nudkhilkum mudkhalan kariman. Nisa surəsində burada necə təfsir edirlər? Deyirlər ki, əgər mücərrət, Allah Teala deyir ki, əgər in tectenibu kebaira ma tunhauna anhu, sizə qadağan olmuş böyük günahlardan çəkinsəz, sizə kiçik günahları təkfir et. Bu sizin üçün bu kiçik günahları keçərik və sizi gözəl şəkildə mudxalən kərim və kərim bir daxil, yəni cənnətə daxil edərik. Əgər mücərrəd böyük günahlardan çəkinmək savabı ilə Allah Subhanahu taala kiçik günahları bağışlayırsa, necə ki bu ayənin zahiri onu göstərir. Yəni içinə mücərrəd böyük günahlardan çəkinmə səbəbi ilə Allah Taala kiçik günahları bağışlayırsa və Allah Taalanın ilahi fəziləti, ilahi lütfü gərəkdirir ki, yəni mücərrəd böyük günahlardan çəkinməklə kiçik günahlar bağışlandısa, namaz kimi, həcc kimi böyük ibadətlərin əlavə meyzə, ziyadə
yəni fəziləti olsun. Tək çəkinməklə bağışlanacaq kiçik günahlar, yəni namaz qılmaqla daha çox böyük şey hasil olmalıdır. O da nədir? Böyük günahların bağışlanmağı. Vallahi aləm. Amma yəni bilmək lazım ki, namaz da bu hər namaz qılana aid deyil. Yəni bu insanlar eşidib rahatlanmasın. Bu ancaq namazı doğru düzgün qılanlara aiddir. Necə ki, Əbu Əyyubun hədisində buyurur Peyğəmbər sallallahu əleyhi və səlləm: "Mən tavadda kəmə umir və sallə kəmə umir, ğufira lehu ma taqaddama min amal." Kim əmr olunduğu kimi dəstəmaz alarsa, əmr olunduğu kimi namaz qılarsa, onun keçmiş əməlləri bağışlanar. Keçmiş əməlləri bağışlanar. Bu barədə hədislər çox danışıb, kömək edirik deyək ki, bütün günahları bağışlayır. Məsələn, mən sam Ramazanı imanla ihtisabən ğufira lehu ma taqaddama min zəmbi. Mütləq hədislərdir. Kim Ramazanı imanla, ihtisabla, yəni savabını Allahdan umaraq oruç tutarsa, başqasında gəlib namaz qılarsa, Allah Taala keçmiş günahlarını bağışlayar. Bu da ümumi gəlib. Keçmiş günahlarını bağışlayar. Həmçinin gəlib mənə ataqa raqabatan mu'minatan a'taqallahu bi kulli udwin minha udwan minhu minan-nar hatta farjahu bil farjihi. Kim bir qul azad, mömin bir qul azad edersə, Allah Taala onun bütün üzvlərinin, o qulun üzvlərinin əvəzinə bu qulun bir üzvünü cəhənnəmdən azad edir. Hətta övrət yerinin əvəzinə övrət yerini cəhənnəmdən azad edir. Yəni bu əməl, mücərrəd əməl göstərir ki, yəni bütün günahlar bağışlanır. Yəni bu əməlin səbəbi ilə Allah Taala onu cəhənnəmdən azad edir. Necə ki, həmçinin Allah Taala Bədr döyüşçülər haqqında, Əshab Bədr haqqında nə deyiblər? Əhl-i Bədr üçün deyiblər: "Allah təala alə əhli Bədrin fəqalə i'malu ma şi'tum fəqad ğafartu lakum." Necə Peyğəmbər sallallahu ola bilsin ki, Allah nə verirsə, ola bilsin ki, Allah Taala Bədr əhlinə baxıb deyib ki, nə istəyirsə edin, biz artıq sizin hər şey sizin üçün bağışlanmışıq, hər şey. Yəni nədir? Böyük günahlar da buna aid edir. Yəni əlbəttə ki, biz bilirik ki, namaz qılanların böyük əksəriyyəti bu fəzilətə yəni nail olmur. Necə ki, Peyğəmbər sallallahu bir axirətə yaxın huşu gedəcək. Yəni bunun fəzilətə nail olmaq üçün huşu ilə, qəlbinlə, əzalarınla namazı doğru düzgün əda etməlisən ki, Allah Taala'nın məğfirətini qazanasan. Və bu da alimlərdən Şeyxülislam İbn Teymiyənin üstünlük verdiyi görüşdür. Allah aləm. Həddin faydalarından əcnəbi qadını öpərsənsə ona görə hədd yoxdur. Zina kimi hədd yoxdur. Həmçinin buradan alimlər fayda götürürlər ki, qadınla kişiyə hədd tətbiq etmək üçün, yəni onların məsələn mücərrəd bir yorğun axta tapmağı, görməyi kifayət deyil. Yəni mütləq açıq, aydın bürhan olmalıdır. Məsələn, yaxın bir yerdə gördünsə, bir pasteldə gördünsə, bu həddi gərəkdirmir. Yəni hədd üçün daha ətraflı məlumat olmalıdır. Həmçinin faydalardan namaz, yəni hər bir namaz tutaq ki, belə bu oxşar günahları təkfir eləmir. Yəni dediyimiz kimi, yəni vacibləri, xuşusu, ərkanları doğru düzgün yerinə gətirilmiş namazdan söhbət gedir. Sonra növbəti bab buyurur: "Bəbu fadli salati li vaqtiha." Namazı vaxtında qılmağın fəziləti. İmam Buxari burada li vaqtiha deyəndə, vaxtında qılmağın fəziləti deyəndə namazın ilk vaxtını nəzərdə tutmur. Daha geniş, bütün yəni icazə verilmiş, şəriətdə gəlmiş, bütün icazələr verilmiş vaxtından danışır. 527-ci hədis buyurur: "Həddəsənə Əbul Valid Hişam ibn Abdülməlik, qalə həddəsənə Şu'bə, qalə el-Valid ibn Ayzar, qalə əxbərəni Ayzar əxbərəni qalə səmiyyətə Əbə Amr Əş-Şeybəni yəqul həddəsənə sahibu hədihi dar." Amr ibn Şeybəni deyir ki, bizə bu evin sahibi bizə dedi və əşarə ilə dar Abdullah, Abdullahın evinə göstərərək, yəni İbn Məsudun evini göstərərək deyir ki, bu evin sahibi bizə rəvayət etdi. Qalə səəltün Nəbi sallallahu aleyhi və səlləm eyyül əmələ həbbu ilallah. Deyir ki, İbn Məsud soruşur ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm soruşdum ki, Allaha ən sevimli əməl hansıdır? Qalə əs-salatu alə vaxtiha. Dedi ki, vaxtında qılınan namaz. Qult qalə thumma ey. Deyir, soruşdum, sonra hansı? Thumma birrul valideyn. Dedi ki, sonra valideynlərə yaxşılıq. Qalə thumma ey. Soruşdum ki, sonra hansı? Qalə əl-cihadu fi səbilillah. Allah yolunda cihad. Qalə həddətəni bihinnə və ləv istəzəttuhu ləzədəni. Allah deyir ki, bunu mənə Peyğəmbər s.ə.v danışdı, əgər daha çox sual versəydim,
daha çox cavab alardım. Yəni, as-salat ələ vaxtihə, necə ki, ən sevimli əməl, bu bizim şəhid olan hissəsidir. Burada diqqət etsəz, əvvəl vaxt demədi. As-salat fi əvvəl vaxtihə. Namaz ilk vaxtında demədi, ümumi vaxtında dedi. Çünki namazların ilk vaxtı bəzən olur ki, əfsəl olur. Bəli, məsələn, sübh vaxtı kimi. Amma bəzən də olur ki, axırı əfsəl olur. Məsələn, işa kimi. İşa kimi. Çox namazların, işadan başqa bütün namazların ən fəzilətli vaxtı, ilk vaxtı da ancaq zöhr vaxtı, gələcək isti vaxtı, zöhr namazını gecikdirmək də, yəni sünnədəndir. Bəzi alimlər vacib deyiblər, çünki Peyğəmbər s.ə.v əmr edib. Buxarinin başqa rivayətində deyir ki, Səəltu ən-Nəbi s.ə.v eyyül əməli əfdal, hansı əməl daha fəzilətlidir? Qalə əs-salatu alə miqatihə. Yəni, vaxtlarında qılınan namaz. Burada bizim hədisdə gəlir əhəbbü ilallah, Allah ən sevimli. Bu hədisə gəlir ki, əfdal, daha fəzilətdir. Və Müslim rivayətində gəlib ki, Qultu ya Nəbiyallah, eyyül əməli əqrabu iləl cənnə. Dedim ki, ya Rasulallah, cənnətə ən yaxın əməl hansıdır? Qalə əs-salat alə müvaqitihə. Dedi ki, vaxtlarında qılınan namaz. İbn Rəcəb deyir ki, diqqət etsəz, bu yaxın ləfslər, biri Allaha sevimli, sonra gəlir fəzilətli və sonra gəlir ki, cənnətə ən yaxın. Çünki Allaha ən sevimli əməl nə olur? Ən fəzilətli əməldir və ən fəzilətli əməl də cənnətə ən yaxın olan əməldir. Yəni, bunu edən Allaha həm sevimli olur, sevimli olsa fəzilətli olur və fəzilətli olsa da hara gedir? Cənnətə gedir. Necə ki, Allah Teala buyurur, Əbu Hüreyrənin hədisində Peyğəmbər s.ə.v buyurur, yəni ilahi hədisdir, Rəbbindən rəvayət edir Peyğəmbər s.ə.v, deyir ki, qalə mə təqarrəbə iləyyə abdi bimisli ədəi mə əftaradtu aleyh. Qulum mənə ona fərz etdiyimləri əda etməklə yaxınlaşdığı qədər heç bir şeylə yaxınlaşmır. Və lə yəzələ abdi yətəqarrəbu iləyyə bin nəvafil həttə və həbbə. Və demək, qulum mənə nafilələrlə yaxınlaşmağa o vaxta qədər davam edər ki, mən onu sevərəm. Yəni, Allah Taala'nın sevməyinə səbəb olan əməllər. İbn Xuzeymənin rivayətində və Həkim rivayətində gəlib ki, eyyül əməli əfdal, ən sevimli, fəzilətli əməl hansıdır? Qalə əs-salatu fi əvvəl vaxtihə. Bu rivayət gəlib ki, ilk vaxtında qılınan namaz. İlk vaxtında qılınan namaz. Amma bu da alimlər deyirlər ki, ola bilsin ki, bu aləl-qalib, yəni çox vaxt. Amma dediyimiz kimi, bu hər vaxta aid deyil. Sonraki ikinci cavab Peyğəmbər s.ə.v nə olur? Billül valideyn. Burada İbn Mulaqqın deyir ki, Allah Teala Peyğəmbər s.ə.v yəni Allahın haqqından sonra valideynləri gətirdi cihaddan öncə. Cihaddan öncə. Və valideynləri də əziyyət vermək bilirsiniz, haramdır. Və bir də nədir? Xiləfül uquq. Yəni Allah valideynlərə qarşı gəlməyin əksi bir demək, yaxşılıq. Onlara yaxşılıq etmək, onlara kömək etmək, onların işini asanlaşdırmaq və onların dostlarına yaxşılıq etmək. Sufyan ibn Üyeynədən soruşurlar ki, daha doğrusu Allah Teala bu ayəsi haqqında Ənişkurli və livalideyk. Mənə şükür et və valideynlərinə yaxşılıq et. Ayəsinin təfsirində soruşurlar. Buyurur ki, mən salləl xamsə fəqət şəkər Allah. Kim 5 namazı qılarsa artıq Allah şükür etmişdir. Və mən dəə livalideyhi əqibihə fəqət şəkərəhə. Və kim də valideynlərin arxasınca onlar üçün dua edirsə, artıq onlara, valideynlərinə şükür etmişdir. Peyğəmbər s.ə.v Allah Taala'nın hüququnu verməyə, yəni tövhiddən sonra ən böyük əməl namazı zikr edib və insanların da hüquqlarının arasında ən böyük hüquq da valideynlərin haqqıdır və sonra da onu valideynlərin haqqını zikr edib. Və sonra isə yaxşı əməllərin, yəni nafilə əməllərin ən böyüyü cihaddır və Peyğəmbər s.ə.v bundan sonra ümumi cihadı əmr edib. Və bu hədisdə zikr olunanlar ona dəlildir. Kim bu 3 böyük əməl edərsə, əlbəttə şək yoxdur ki, ondan daha kiçiklərində, digərlərində edər və daha yaxındır ki, digərlərində etsin. Hədisin faydalarından əməllərin bir-birindən fərqli olmağı. Eyyül əmələ həbbilallah, əməllərin hansı daha sevimlidir? Bu onu göstərir ki, daha çox sevimli və daha az sevimli əməl var. Yəni əməllər bir-birinə görə nədir? Nisbətdə, fəzilətlərinə görə fərqlənirlər. Həmçinin Allah Taala'nın məhəbbət sifəti isbatı var.
Əhəbbül Allah, Allaha daha sevimli. Allah Taala'nın yəni sevmək sifəti. Həmçinin burada tətil və təhrif əhlinə rədd var. Hansı ki, Allah Taala'nın sifətlərini mən eləyirlər, Allah Taala'nın sifətlərini inkar edirlər. O tayfalara rəddiyə var. Həmçinin faydalardan müxtəlif məsələlərdə bir vaxtı sual və cavabı təkrar etmək. Necə ki, Peyğəmbər sallallahu sual verir və başqa təzədən sualları təkrar edir. Həmçinin faydalardan vaxtında qılınan namaz Allah üçün ən sevimli əməllərdəndir və tərki də Allahın ən qəzəbinə düşər olan, yəni xoşu gəlmədiyi, ən sevmədiyi əməllərdəndir. Növbəti bab, bəbus salavatul xamsi kəffaratun. 5 vaxt namaz kəffarədir. Bu bab o birislərdən, ondakı ölçüm babdan daha xasdır. Çünki orada ümumi əməllər idi, burada isə namazdan söhbət gedir. İbn Məsud rəvayət edir ki, qalə Rasulullah sallallahu aleyhi ve sellem, təhtəriqun, yəni təqaunə fil həlaki bi səbəbi zunub kəthira. Yəni təhtəriqun nə deməkdir? Yandınız, yəni özünüzü yandırdınız, yəni böyük günahlar səbəbilə, çoxlu günahlar səbəbilə. Sonra buyurur, fəidə salleytumus subhə qəsələtə. Yəni yandırdınız və yaxud yandınız. Sonra deyir ki, namaz sübhü qıldızsa, sübh onları yudu. Thumma təhtəriqun. Sonra yenə yanırsınız, yenə əməllər etməyə davam edirsiniz, günahlar. Fəidə salleytumuz zuhra qəsələtə. Və zöhrü qıldınızsa, onları yudu. Thumma təhtəriqun. Sonra yenə yanırsınız. Fəidə salleytumul asra qəsələtə. Sonra əsr qıldızsa, əsr də onları yudu, günahları yudu. Thumma təhtəriqun. Fəidə salleytumul məğribə qəsələtə. Sonra yenə yanırsınız, məğribi qıldınızsa, o da onları yuyur. Thumma təhtəriqun. Fəidə salleytumul işə qəsələtə. Sonra yenə yanırsınız və işə namazını qılanda da bu günahları yudunuz. Namaz günahları yudu. Thumma tanamun fala yuktab aleykum hatta tastayqiz. Sonra yatırsınız və oyanana qədər sizə heç nə yazılmır əleyhinizə. Hədisi Tabarani rəvayət edib Avsatda həsən sahihdir. Həmçinin Şeyx Albani hədisi Səhih Tərğib tərhibdə səhihləşdirib. Həmçinin bu hədis nəyə dəlalət eləyir? Namaz bütün günahları silir. Doğru düzgün qılınan namaz bütün günahları silir. Necə ki hədisin lafzindən görsənir. Amr ibn Murra El-Cuhani deyir ki, qalə cəə racun ilən-nəbi sallallahu aleyhi ve sellem fəqalə, ya Rasulallah, ərəeytə in şəhidtu ən la ilahe illallah və ennəkə Rasulullah və sallaytu salavatul xams və ədeytu zəkə və sumtu Ramadan və qumtuhu fəmimmən ənə qalə minəs-siddiqin və şühədə. Deyir ki, ya Rasulallah, əgər mən Allah Taala'ndan başqa ibadətə layiq haqq məbud olmadığını şəhadət versəm və sənin Allahın Rəsul olduğunu şəhadət versəm və 5 namazı qılsam və zəkatı versəm və Ramazanı oruç tutsam və qiyamda dursam gecələrini, mən kimlərdənəm? Peyğəmbər sallallahu deyir ki, siddiq və şəhidlərdənsən. Bu nə deməkdir? Yəni, böyük günahları bağışlayır bu əməllər. Böyük günahlara kəffarədir. Həmçinin Əbbad ibn Samit deyir ki, qalə, radiyallahu anhu, qalə, səmiyyət Rasulullah sallallahu aleyhi ve sellem yaqul, mən Peyğəmbər sallallahu aleyhi ve sellem belə eşitmişəm. Xamsu salavatun iftaradahunna 5 namaz var ki, Allah Taala fərz edib onları. Mən əhsənə vuduahunna və bivaqtihinna və ətəmmə ruku'ahunna və xuşu'ahunna kənə ləhu alallah əhdən ən yəğfir ləh və mən ləm yəffəl fəleysə ləhu alallah əhdün inşəəğafərə ləh və inşəə əzzəbə. 5 namaz var ki, Allah Taala onu insanlara fərz edib. Kim onun dəstə namazını gözəl şəkildə alarsa, vaxtlarını qoruyarsa, rukularını qoruyarsa və ətəmmə rukularını tam ilərsə, xuşluğunu tamamlayarsa, Allahdan onun üçün əhd vardır ki, onu bağışlayacaq. Və kim bunu etməzsə, Allahın onun üzərində Allahın heç bir əhdi yoxdur. İstəsə bağışlayar, istəsə əzab verər. Və bu babda İmam Buxari 527-ci hədisi gətirir. Buyurur, Həddətən İbrahim ibn Həmzə, qalə həddətən ibn Əbi Həzim Əd-Dərvərdi والداروردي عن يزيد يعني ابن عبد الله ابن الهاد عن محمد بن إبراهيم عن أبي سلمة بن عبد الرحمن عن أبي هريرة أنه سمع رسول الله صلى الله عليه وسلم يقول Əbu Sələmət ibn Abdurrahman deyir ki, Əbu Hüreyrənin belə Peyğəmbər sallallahu əleyhi və səlləm belə rivayət etdiyini eşitmişəm. Əbu Hüreyrə Peyğəmbər sallallahu əleyhi və səlləm belə eşidib: "Əraytum law anna nahran bi babi ahadikum yaghtasilu fihi
kullə yevmin xamsə mə təqulu zəlikə yubqi min dərənihi. Deyir, əgər sizin evinizin qabağında bir çay olsa, hansı gündə 5 dəfə o çayda çimir, onun çirkindən bir şey qalarmı? Qalu lə yubqi min dərənihi şeyən. Deyirlər ki, ya Rasulullah, bu çay onun çirkindən bir şey qoymaz. Qalə fəzəlikə mislu salavatil xams. Yəmhullahu bihil xataya. Və deyir ki, bu da 5 namazın misalı kimidir. Allah Teala onunla bütün günahları, xətaları silir. Yəni aydındır, açıq aydındır. Yəni insan gündə 5 dəfə yuyunarsa, onun hissi çirkindən, bədənindəki hissi çirkindən, pasdan bir şey qalmaz. Çox su onun çirkini aparar. Eləcə də çoxlu namaz, doğru düzgün qılmış namaz, mənəvi günahları, mənəvi çirki yuyub aparır. Bu babdan Peyğəmbər sallallahu onu suya bənzətmişdir. Sonra növbəti bab, bəbu tədi'i salati an vaxtihə. Namazı vaxtından zayi etmək babı. İnşallah onu da gələn dərsimizdə götürərik. Subhanakallahumma hamdik, əşhədu en la ilahe illə ent, əstəğfiruke və etûbü ileyk.